Bugün bilmədiyiniz, amma həyatınızda hər an ola biləcək bir xəstəlikdən danışacağıq. Əgər heyvanlarla təmasdasınızsa, süd məhsullarından istifadə edirsinizsə, ekrana yaxın oturun. Bugünkü mövzumuz həyat tərzinizə, sümüklərə, oynaqlara, hətta ürəyə təsir edə biləcək bruselyoz xəstəliyindən danışacağıq. 10 gün hərarət davam edirsə, mütləq bruselyozu yoxlamaq lazımdır. Bəs bruselyoz nədir? Necə keçir? Müalicəsi varmı? Profilaktik nələr etməliyik? Bu haqda gəlin araşdıraq. Bruselozyozun törədicisi Brusella cinsinə aid bakteriyalardır. Xəstə heyvanla təmas, çiy süd və süd məhsullarından istifadə olunarsa, yoluxa bilərsiniz. Bruselozyozun müayinəsi qan vasitəsilə mümkündür, müxtəlif metodlardan istifadə olunur. Əlamətləri yüksək hərarət, tərləmə, halsızlıq, iri oynaqlarda ağrı və əzələ ağrılarıdır. Müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə asılı olaraq antibiotiklərə 6-12 həftə, hətta daha uzun müddətdə aparıla bilər. Bruselozyozdan qorunmaq üçün çiy süd və süd məhsullarından istifadə etməyin, emal olunmamış dəri məhsullar almayın, sanitar gigiyenik qaydalara əməl edin və təbii ki, heyvanlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Lakin xəstəlik fərqli əlamətlərlə də davam edə bilər. Belə ki, yüksək hərarətiniz olarsa və bu günlərlə davam edərsə, mütləq həkimə müraciət etməlisiniz. Unutmayın, bruselyoz yalnız həkimi infeksiyoniст tərəfindən müalicə olunmalıdır.